Ermənistan tərəfi əvvəllər ümumiyyətlə mina barədə məlumatları verməkdən imtina edirdilər. Sonradan o məlumatlar bizə təqdim olundu və biz Müdafiə Nazirliyi ilə birlikdə o məlumatları emal edib onu xəritəyə köçürdük və artıq oradakı olan məlumatlarla yerdə üzləşmə edəndə biz gördük ki, deməli, təqdim olunan məlumatların dəqiqliyi 25% civarındadır. Mindfield Record deməli 2 səhifədən ibarət bir sənəddir. Həmin sənəd mina sahələrinin qurulan zaman tərtib olunur. Orada müxtəlif cür məlumatlar yerləşdirilir, orada orientir göstərilir, orada koordinatlar göstərilir, orada mina xətlərinin sayı, minaların sayı, növləri və s. bu səpkidə informasiyalar orada öz əksini tapır. Həmən o məlumat deməli emal olunandan sonra biz onu emal edib xəritəyə köçürdürük. Yəni bu hərbi bir prosesdir, prosedurdur. Yəni